vaxtınız xeyir dəyərli izləyicilər. Bugün sizlərlə şəhərimə, əslində özümə bir dənə şəhər açmışdım. Bu şəhərə öz evimi eləyəcəm, biri başqan olaraq. Öz evimin qarajından başlamaq istəyirəm. Dostlar, həm də qarajı deyirsiniz YouTube'dan baxırsanız, əslində baxmamışam. Tamamen bu mən bilirəm, bu insan yaxınlaşanda mənfi sansabil görürsünüz. İnsanla yaxınlaşır sansabil. Bu bildim, o arada belə bir dənə aklıma bir şey gəldi. Ay yox, bu qədər olmaz. Biraz uzaq ev mi eləyim? Yəni bu qədər də ara olmaz. Buradan belə. Sizə həm də öyrənmiş olun biraz. Belə. 3 dənə belə. 2 dənə başlayın. 2 blok. 2 blokdan sonra belə. Şimdi bunun qabağına belə şişələr qoyun. Bir də buradan da belə üçün qoyaq. Bilmirəm, yarayacaq, yaramayacaq. Tam əmin deyirəm, amma yarayar deyə ümidlənirəm. Bir dənə də buradan axırda buranın böyle üstün bağladık böyle bir şekilde. Şimdi buraya hem sana böyle tetikçiler var. Tetikleyenler. Burada mesela çok garibe oldu. Böyle ben yakınlaştım mesela. Mesela yakınlaştım da yok. Olmayacaq, mən ən azı bunu yukarım. Bir də belədən iyi. Amma tək bunların üstünə qoyun belə. Yox, mən səhv elədim. Dostlar, mən bunu qurub gələm. Nəsəsə qurmağa çalışacağım, gələm. Dostlar, belə bir dənə sistemi qurdum. Amma yəni işə də yarayır ha, yaxşıdır. Sadəcə bir dənə problem odur ki, biraz 4 blok olacaq. Yəni buradan belə uzunluq 4 blok olacaq. Daha ki 5 bloku buradan eləməliyik. Narahat olmayın, gözəl işləyəcək. Mən bunları düzəldim. Dostlar, axır ki eləyib qutara bildim bu boyda bir dənə yerə. İndi bir dənə bura qaldı. Buranı eləyirik. Ətrafda qalan qalıntıları da təmizləyirik. Təmizlədik, indi sizə göstərirəm. Size yorum yazın, nətər eləmişəm, bəyəndinizsə siz yorum yazabilirsiniz. Gördüğünüz kimi belə eləmək olur. Ayda bir də nə heç nə. Qurtardı. Belə açıq bağlamaq olur. Sizə 10 üzərindən puanlayın. Mən şəxsən bəyəndim. Açaq girək. Bunun indi birazını da düzəldək. Və mən belə kəsib eləyəcəm. Çünki indi də kəsəcəm bu dəqiqə videonu. Çünki çox vaxt gedəcək bu evi düzəlmək üçün. Mən də istəyirəm ki, siz bu evi bütün qurtarmış görün axırda. Ona görə mən bütün buranı düzəldəcəm. Yəni demirəm, evi düzəldəcəm. Evin qıraq daşlarını düzəldəcəm. Hələ heç yerini düzəlməyəcəm. Görərsiniz sizə. Ondan mən buranı dayandırıb gəlirəm. Dostlar, bəziləriniz burada mənim yaratdığım problemi görər. İndi deyirsiniz ki, yəni deyək içəri girdik. Bəs çölə nətər, içərdən nətər çölə çıxacaq? Bu arada bir dənə problemi düzəltdim. Bu problemi düzəltdim də onun arxasını bağlamaq olur. Belə bağlayıb qurtardı. Bir dəqiqə. Sistem bozuldu. Yox, bu tokları bütün şey elədi. Toklarda problem yarandı. Neyse, biz el eləmiyoruz. Biz neyiniyoruz yani, el eləmiyoruz. Olsa öz evimdə, özüm də hər şeyi biləcəyim. Yox, onda bozular. Belə də qalsın, neyiniyoruz olsa. Şimdi buradan da çölə rahatçalı bir şəkildə girib çıxa bilirik yenə. Dostlar, bir də burada eləmişdim, bu bozuldu. Bozdum məcburen ki, oranı düzəltməliydik axı. Gördüyünüz kimi gözəl də işləyir. Mən birazdan buranı bütün xarab edəcəm. Bütün. Oldu. Bu səfər yaxşı oldu. Yox, olmadı.
Haydi. O kadar kırırsan axırda heç oranı düzəlmədən düzəldirsən. İndi bura maşınları alacağım. Maşınları buradan götürək dostlar. Maşınlar bu burada olacaq. Demiştim. Buradan bir sevdiğim maşınları götüreceğim. Bu çok severim. Çok süratli gelir. Motosikleti birden götüreceğim. Gəmi də tabii gəmiyə də ehtiyac yoxdur da. Bir də uçan şey götüreceğim. Ustul götüreceğim. Burası nədir? Ben size hamısını göstereceğim. Her şeyimi bura koyuram. Nur telefon error verir. Yaxşıdır. Narahat olmayın. Bir tane de bura en ortaya bu maşın. Ne olur error işareti geldiğini gördünüz. Oyunum. Özüne gel. Gitti inşallah da çünkü beğenmedim oyun sen Allah çöker ile. Dostlar ben biraz evi düzeldim geldim. Çünkü evin neser diyeyim. Bütün evi düzeldim hemen ta çünkü 4 dakika zaten kaldım evin de 4 dakikada evin için gösteririm ta. Evi bütün kurtarıp ben gel. Dostlar Allah şükür kurtardım ta. Yani ev çölden görünüşü belədir. İndi içeri görünüş de var ya. Çöl görünüşü əsas değil. Əsas oldu içeri görünüş. Buradan dedim ki böyle şeye giden garaja giden bir tane kapı düzeldim dedim. Düzelttiğimde böyle bir kapı. Burada kömür var. Kömürlerimiz var. Burada böyle yemekler var bu fıçılarda. Bunlar kablardı. Bunlar gördüğünüz gibi her birinde çeşit yemekler var. Burada böyle çalışma masası, fırın, yukarı mertebesi de var. Size göstereyim. Burası benim yatma otağımdır. Burada böyle şeylerimiz var. Burada böyle benim zırhım var. Bu zırh üstünde var. Bir dakika. Ve bu zırhın enisidir. Burada böyle gün. En sevdiğim rengi mavi diye mavi yatak. Bir de böyle yer düzelttim. Burada balıklar var. Böyle bir tane yer. Bu ahırda da böyle bir tane yer açtım. Nasıl dostlar? Yorumda puanlayın. Yorumlara sizi gözlüyorum. Hamımız yazın. Bakın nasıl videonun ahırlardı. Şimdi hamımız bir tane çıkıp yazın. Ama böyle eləməliyim. Kalanca, Nagarasya, çok tadı bunlar da var. Dostlar yorumdan puanlamanızı gözləyirəm. Bir yorumda yazın. Ben neçər oldu. Yani düz dostlar telefonumun tokunu yukarıdan görürsünüz. 13% düz tokum var. 13%. Ben bu çekimde 48 saat tokum var idi. Düz belki de yarım saat bu evi kurtarmaya çalışıram. Neyse o zaman öptüm. Sağ olun. Hoşça kalın. Kanala abone olmayı, like atmayı unutmayın. O zaman bay bay. Diyandıramadım. O zaman bay bay. Neyse. Bir tane altı bir tane şey yazaydım. Branda dedim size göstereyim. Bir tane tez branda göstereyim. Ona göre diyandırmadım daha şey. Böyle gördüğünüz gibi bu nedir? Burada şehre düşmanları saldırı eləyəndə bu çalmada olur hatta. Burada 12 tane her şeyden var. 12 tane kılıç. Burada 6, burada da 6, 12. 12 tane büyülü kılıç. 12 tane büyülü zırh. Yukarı mertebede. Böyle yerler var. Bunlarda oklar var. Zəhərli oklar da hamısı da 15 saniye. Burada da oklar var 12 tane yine de. Her şeyde 12 tane. Burada da böyle okçu kulelerimiz var.
Böyle gördüğünüz gibi bunun hamısında aşağılar var gördüğünüz gibi. Bu okçu kulağlarındaki her şamak 2 tane. 2 tane okçu kulağı. Bizim 2 tane okçu kulağımız var. Bu okçu kulağlarında 2 nefer olur. Çünkü her şeyden 2 tane var. Fikir vereceğinizse görürsünüz. Burada da böyle gördüğünüz gibi. Buna basıp çıkabilirsiniz. O birisi de ele aynı. O zaman sağ olun. Hoşça kalın. Kanala abone olmayı unutmayın. Bay bay.